Dostlar, araştırmamız devam edir. Bugün arxiv idarəsində oldum. Hələ ki çox şey açıqlamaq istəmirəm. Ümumilikdə araşdırmam 2017-ci ildən 1863-cü ilə qədər olan bir məsafəni əhatə edir. Bugün bir maraqlı məsələ oldu. Arxiv idarəsində bir xanım işləyir ki, ne inirsiniz araşdırıb? Mən izah etdim ki, kendimin adını, ümumiyyətlə şəcərəmi axtarıram. Ne inirsən dedi. Çok maraqlı bir sualdır. Həqiqətən də bəlkə də bu sualı mənə çox adam verər ki, ne inirsən, amma niyə görəsə mənə çox lazımdır və çox maraqlı məqamlardan biri də oldu ki, bugün öz nəslimizin nümayəndələrini tapdım və hələ də araşdırmağa devam edirəm. Amma hər bir halda məni çox sevindirir və öz şəcərəmizi qurmağımızda kömək olacaq. Dəqiq bilmək ki, mənim nəslim, köküm hara gedib çıxır. Maraqlı məqamlardan biri oldu ki, 1873-cü ildə səhv eləmirəmsə, kəndimizdə 24 ev olub və oradakı hər bir sakin haqqında mənim xəbərim var. Artıq onları da tanıyıram. Amma hələ ki tam doğru düzgün baxmamışam, təhlil eləməmişəm. Amma bu çox gözəl bir şeydir və siz də inşallah gələcəkdə öz nəslinizin izinə düşə bilərsiniz əgər istəsəz. Çoxları rus dilini bilən insanlara bir mənalı yanaşmır, onları qınayır. Amma mən həmişə demişəm ki, artıq dil bilmək heç kimə mane olmur. Və bugünkü gündə də mənim bu araşdırmamda rus dilinin mənə o belə köməyə dəyir ki, mən çox şükür edir ki, vaxtilə mən Rusiyada oxumuşam və bugünkü gündə də mən heç bir tərcüməçiyə pul ödəmədən özüm tərcümə edirəm və bilirəm. Tək mənim üçün yox, bizim bütün kəndimiz üçün kömək olan bir amildir. Gələn görüşlərə dək.